Deməli, birinci sualdan başlayaq. Ahəng qanununa tabe olmayan sözlərdən birində dil arxası dar, dodaqlanan sait vardır. Bu kitab çox qəşəng kitabdır, müəllim. Və dərinliyinə qədər suallarda dərinliyinə qədər bilik tələb olunur sizdən. Bir sualda 5 dənə mövzunu soruşacaq sizdən. Ona görə hazırlıqlı olun. Burada deməli, dil arxası sait, dar sait, dodaqlanan sait. Dil arxası saitlər biz bilirik ki, qalın saitlərdir. Yazırıq bura A, I, O. Bunların içində dar saitlər. Dar saitlər qapalı saitlərdir. Qapalı saitləri seçirik. Ona görə A ilə O getdi, açıqdır. Bu iki dənə dodaqlanan sait I getdi. Yəni bizdən U-nun olduğu variantı soruşur. Doğru cavabımız B variantı olacaqdır. İkinci suala davam eləyək. Verilənlərə uyğun olaraq doğru bəndi göstərin. Deməli, əl saiti uzun tələffüz olunur, əl saiti uzun tələffüz olunmur. Olunmur. Baxaq. Deməli, şikayətnamə. Burada iki dənə uzanan sait var, amma iki uzanan saitdə A saiti. Bizdən əl saitinin uzun tələffüz olunub olunmadığını soruşur. A çıxdı. Nalayiq. Burada da eyni şəkildə A saiti uzun tələffüz olunur. Zəif sözündə uzun sait ümumiyyətlə yoxdur. Dərin sözündə uzun sait ümumiyyətlə yoxdur. Doğru cavabımız Y variantı olacaq. Məbəd sözündə olacaq tələffüz məbəd formasında. Tələffüz forması belə olacaq. Məbəd daha doğrusu T olacaq. Müəllif sözündə də Ü-Ə hərf birləşməsinə görə, yeni qaydaya görə belə deyək, sözün delişinin yazışı fərqlənmir. Olduğu kimi qalacaq. Uzanma olmayacaq. Doğru cavabımız Y variantı oldu. Daha sonra yanlışlığın olduğu bəndi müəyyən edin. Gəlin müəyyən edək. Ç. Sağ olun. Baxın, Ç samiti. Baxın, müəllim, burada K samitini demir, Ç samitini deyir. Əgər burada transkripsiya işarəsinin içərisində yazsaydı, onda hardasa sizin dediyiniz ola bilərdi. Amma burada gördüyünüz kimi hərfdən söhbət gedir. Çünki transkripsiyanın içərisində deyil yazım. Baxaq. Ç samiti ifadə eləyə bilər. Ç-nın özünü, kabab, qanlı, igid, canlı. Bəli, burada Ç elə öz qarşılığı, daha doğrusu özü kimi tələffüz olundu, Ç kimi. A getdi. Ç-nın karşıdırıq kimi tələffüz olunduğu sözlər. Deməli, kolxoz, bəli, kolxoz sözünün tələffüzündə olacaq qalxoz. Yəni doğrudur bu da. B-də getdi. C. Ç-nın C kimi işləndiyi küs, kün, küs, gün. Doğrudur. Xa iştirak kimi ürək. Baxın, burada sait gəldiyinə görə gördüyümüz kimi istəyəni sözündəki i saitinə görə buradakı ürək sözü tələffüzdə, çünki bizdən tələffüz tələb olunur. Baxın, transkripsiya işarəsidir. Tələffüzdə o ki artıq özündən sonra gələn saitin tələbinə görə y samiti belə deyək də formasını alacaq. Aydın oldu. Ona görə də yanlışlığın yol verildiyi variant budur. Y səsini ifadə ki, o zaman y-ni ifadə eləyir ki, özündən sonra sait gəlsin. Görürsünüz ki, özündən sonra sait gəlib, ki də artıq y olacaq. Y də doğrudur. Doğru cavab bəli, D variantı olacaqdır. Növbəti sualla davam edək. Baxın, çox maraqlı suallardır. Alınan söz və həmin sözün düzgün tələffüzü. Baxın, ziddiyyət sözündən iyyəti çıxacağıq, yəni çıxdıq. Yerdə qaldı zid sözü. Bəşəridir sözündən də bəşəri sözün siləcəyi yerdə qalacaq dir ifadəsi. Aha. İndi bu bizdən alınan sxemdir. 3 dənə d sözdə yan-yana gəlmədiyi üçün sözün kökündə olan d-lardan biri düşəcək. Söz olacaq ziddir. İndi nəyi soruşur? Aha. Ziddir sözü burada bəşəridir. Buradakı dir xəbərlik şəkilçisi olduğuna görə biz bilirik ki, dır, dir, dur, dürdən sonra mak, mək şəkilçisini artıra biliriksə, orada həmin dir şəkilçisi leksik olacaq. Yox, əgər artıra bilmiriksə, deməli qrammatik şəkilçidir və dır qrammatik şəkilçisi olanda tələffüzdə r samitini itirəcək. Ona görə də bu sözün tələffüzü olacaq. Elə baxın, A variantında verib, Y variantında da zid sözünü verib. Amma biz dedik ki, dır, dir, dur, dürdən sonra magmək artıra biliriksə leksikdir və
dır leksik şəkilçi kimi olanda heç bir dəyişim olmayacaq, olduğu kimi qalacaq. Amma qrammatik şəkilçidirsə, yəni özündən sonra maqmaq artıra bilmirsə, artıq tələffüz zamanı sonunda olan r düşəcək. Ziddir, ziddirmək demək olmur. Ona görə deməli bu qrammatikdir. Qrammatik olanda da tələffüz olacaq. Filankəs məndən ziddir. Tələffüz belə olacaq. Doğru cavab Y variantı olacaqdır. Bəli. Növbəti sualına davam edək. Uyğunluğu müəyyən. Sözdəki hecalardan biri 4 səsdən ibarətdir. Söz ət hecası ilə bitir. Baxaq. Oktyabr sözündə gəlin hecaları ayıraq. Oktyabr. Oktyabr. Oktyabr olacaq. Nəyə görə bu formada alındı? Çünki 2 dənə sait var tərkibində. Mən bunu oktyabr bu formada ayıra bilmərəm. Deməli, gördüyümüz kimi aha, 4 səsdən ibarətdir. Burada heç bir heca 4 səsdən ibarət deyil. Birinci heca 2 səsdən ibarətdir. İkinci heca isə 3-5 səsdən ibarətdir. Ona görə A heç birisinə aid deyil. A-nın olduğu variantlar çıxacaq. D getdi, A getdi. Gənclik. Gəlin bunu yazaq. Gənclik. Burada gördüyümüz kimi, deməli, nəyi soruşur? Hecalardan biri 4 səsdən ibarətdir. Bu 3 səsdən ibarətdir. Burada isə gənc sözü 4 səsdən ibarətdir. Bu hardasa aid ola bilər. Sonra bunu sileyim, yer olmayacaq. Biz burada baxın, Y'yə diqqətlə baxın, Respublika sözünü. Respublika sözünü gəlin təhlil edək. Qələm də olar. Respublika. Burada bir əmma var. Burada bir əmma. Ümid edirəm ki, sualda səhvlik yoxdur. Çünki çox qəşəng sualdır. Sözdəki hecalardan biri 4 səsdən ibarətdir. Birə C-ni gətirib qoyacaq. Çünki gənclik sözündəki gənc birinci heca 4 səsdən ibarətdir. Respublika sözü res-pub-li-ka. 4 səsdən ibarət olan bir heca yoxdur. At, ətlə də bitən bir şey yoxdur. Ona görə bu getdi. Bir də C-dir. Sonra başqalarına baxaq. Bərəkət yoxdur. Qənaət yoxdur. Xəyanət yoxdur. Aha. Deməli, bir də ancaq C variantı olacaq, müəllimlər. Ya C-dir, ya da Y-dir. İndi ət hecası ilə bitəcək. Baxın, görün nədir? Dırnağa da alıb burada. Deyir ki, ət hecası ilə bitsin. Yəni, sonunda ətdən başqa bir şey olmasın. Xəyanət. Burada son hecası nətdir. Ət deyil. Ona görə 2-yə biz B-ni verə bilmərik. Sonra daha doğrusu bərəkət. Burada da ət deyil, kətdir. F də çıxdı, yerdə qaldı C variantı. D-ni gətirib qoyacağıq buradan. Çünki qənaət. Burada artıq son heca ət formasında qalır. Baxın, normalda görürsünüz ki, çox rahatdır. Heca ilə bağlı olan sualdır. Amma sualı görün nə tərzdə qurublar. Yəni, bu tərzə diqqətli olun. 6-cı suala baxaq. Sözlərdən birində yazılışından fərqli tələffüz olunan yalnız bir söz var. Gəlin baxaq. Cavanlıqda, cavanlıqda, qocalıqda, qocalıqda. 2 dənədir burada. Sizə deyir ki, bir dənə. Zəhmətin ətri tərdir. Tərdir. Bir qalsın bu. Çünki zəhmət sözünün deyilişinin yazısı fərqlənmir. Ətri sözünün deyilişinin yazısı fərqlənmir. Tərdir sözündə artıq olacaq tərdir. Çünki burada dır-dir, dur-dur şəkilçisi xəbərli şəkilçisidir. Maqmaq qəbul edə bilmir. Qrammatikdir və bayaq dediyimiz kimi qrammatik olduqda dır şəkilçisinin r-sı düşəcək və tələffüzdə burada bir dənə bu sözdə fərq olacaq. Bu qalsın. C-yə baxaq. Qızıl atəşdə insan zəhmətdə bəlli olar. Burada ümumiyyətlə yoxdur.
Hamısı, yəni dəyişən yazısı fərqlənmir. Zəhmət sevəni hamı sevər. Burada da hamısı fərqlənmir. Olduğu kimi qalır. İşləməyən dişləməz. İşləməyən, baxın belə olacaq burada. Bəli, işləməyən dişləməz. Daha doğrusu dişləməyən. Açıq sayt, qapalı sayta keçir. Dişləməz. Burada da 2 dənəsi fərqləndi. Doğru cavabımız oldu B variantı. Sonra mən ilk ilimdə bu testi işləyirdim. Bu testin birinci nəşrində, bu son nəşrdir. Mən bu testi işləyə bilmirdim. Tullayırdım, sonra gedim təzədən onu götürürdüm, gətirirdim, işləyirdim. Yəni işləyə bilmirdim. Baxın, 7-ci sual. Hansı cərgədəki sözlərdə şəkilçilər fərqli olsa da, onların tələffüzü eynidir? Baxaq, şəkilçilər fərqlidir. Bəli. Ləşlə lan fərqlidir. Fərqli şəkilçilər. İndi gəlin baxın. Dərd, dəşmək, duman, nammaq. Onların tələffüzü eyni olmadı, getdi. İnadla bacımdan. İnadla. Burada ladı şəkilçi. Burada isə dandır. Tələffüzə baxaq. İnadla, inadla, lanla formasını aldı. Bacımdan, bacımdan. Baxın, gördünüz. Birində şəkilçi la şəkilçisidir, digərində isə dan şəkilçisidir. Amma fərqli şəkilçi olmalarına baxmayaraq tələffüzdə hər ikisi eyni formanı aldılar. Yəni nan formasını aldılar. Deməli doğru cavabımız elə B variantıdır. Növbəti suala baxaq. Peyman müəllim, buradasınız? Aha. Sözlərin tələffüzündəki uyğunluğu nəzərə alaraq tamamlayın. Gəlin tamamlayaq. Fəxriyyə, deməli fəxriyyə olacaq, tələffüzdə fəxriyyə, y-nın biri düşəcək. Aha. Y-nın biri düşəcək. Xasiyyət, y-nın biri düşəcək. Deməli elə söz yazmalıyıq ki, burada y-nın biri düşməlidir. Rastlaşmaq. Rast, deməli sonu s-tı, f-tı, ş-tı ilə bitən sözlərdən sonra samitlə gələndə o t-lardan biri düşəcək. Rast, daşmaq. 3 fərqli məqamdır. Vax nədir? Sız, t düşəcək, bir fərqli məqamdır. Simfoniya, ambisiya olduğu kimi qalmalı. Deməli, biz birinci yerə qoymalıyıq, qoşa y olsun, deyişinin yazısı fərqlənsin. Deməli, davamiyyət y düşəcək, hədiyyə y düşəcək, xəfiyyə y düşəcək, təxliyyə y düşəcək, əziyyət. Birinci hamısında olduğu kimidir. İkinciyə baxaq. Rastlaşmaq, vaxtsız. Burada isə biz s-tı, f-tı, ş-tı birləşməsini qoya bilərik. Ona görə də bu gedəcək bəxtsiz. Daha sonrası s-tını qoymalıyıq. Çünki birinci ilə davam edirik də. Məntiqi ardıcıllıq çünki deyir. S-tını qoya bilərik. Burada da var, burada da var. Simfoniya, ambisiya. Deməli, bu sözlərin deyilişinin yazısı fərqlənmir. Kommunalda isə deyilişlə yazılış fərqlənəcək. Çünki o A-ya keçəcək. B də getdi. Hambal sözünün deyilişinin yazısı fərqlənmir. Olduğu kimi qalır. Doğru cavabımız Y variantı oldu. 9-cu suala baxaq. Görkəmli şəxslərin avtoqrafları möhtəbər sənət kimi saxlanılır. Təbiətdə xariqüladə, bax, avtoqraf olmur, avtoqraf olur. Ay, bu qələmdir lap. Avtoqraf olar, v, amma tələffüzdə f-laşacaq. Xariqüladə olmur, xaruqüladə, u olar burada. Həşərat, həşəratların, aha, burada yoxdur. Yaxud nəyi soruşur burada? Altına xətim sözlərdən hansıların yazısı düzgündür? Aha, yazısı düzgün olanlar soruşur. 1 ilə 2-ni çıxacağıq cavabdan. Dedik ki, yanlışdır. Avtoqraf olmalıdır, xaruqüladə olmalıdır. 1 ilə 2-ni çıxırıq cavabdan. Yerdə qalır 3, 4, B variantı. Başa düşdünüz müəllim? Qumbara, qunbarı olmur. Yazıdan saxlayın. Qumla yazılmır, qumla yazılır. Sonra həşərat, həşarat olmur. Yəni ikinci əni yerinə A olmur əsla. Yadınızdan çıxartmayın. Həşərat olur. 3 və 4 doğru cavabımızdır.
10-cu sual. Kasıb işi güc qüvvətlə, varlı, var dövlətlə verilmiş cümlədən hansı sözü çıxarsaq, cümlədəki sözlərdən birinin son samiti kar tələffüz olunar. Aha, çox rahat, çox qəşəng sualdır. Baxın müəllim, biz fonetikada BDGC qaydasını keçmişdik və BDGC qaydasında nə idi? Əgər sözdən sonra bu saydığımız samitlərdən sonra sait gəlsə, fərq olmurdu. Samit gəlsə və tək işlənəndə fərq olurdu. Baxın gördüyümüz kimi sözün sonu bu. Bəli. Kasıb sözündə sözün sonu b samiti ilə bitir. O özündən sonra sait gəlib. Ona görə bu olduğu kimi qalacaq. Yəni cingiltili formada olacaq. Amma biz bu cümlədəki işi sözünü çıxarsaq, işi sözünü kənarlaşdırsaq, artıq avtomatik olaraq bu cümlədə kasıb sözündən sonra güc, qüvvətlə, yəni samit gələcək. Və bu samitin təsirinə görə də kasıb sözünün tələffüzündəki b p-laşacaq. Yəni karlaşacaq. Aydın oldu. Ona görə də biz saiti çıxartmalıyıq. B-ni çıxardırıq. Başa düşdünüz? 11-ci sualla davam edək. Neçə söz sual işarəsinin yerinə yazılsa düzgün olar? Sual işarəsi dedim, yəni Yəni bir sözdə q hərfi həm k-ni ifadə eləsin, həm də q-ni ifadə eləsin. Baxaq. Bucaq ölçən. Bucaq ölçəndə q-dan sonra sait gəldiyinə görə bu q ğ olacaq. Ona görə də bizdə də burada k-ni istəyir, burada da q-ni istəyir. Yəni bunu çıxırıq variantdan. İqtisadi. Aha, burada q k-ni ifadə eləyir. Sual işarəsinin yerinə. Bu qalsın. Aşıq. Yox, burada x-dır. Bunu da çıxırıq. Çünki burada q bir dənədir, o da k-ni ifadə eləyir. Q-ni ifadə edən yoxdur. Qarışıq. Burada da 2 dənə q var. Biri q-ni ifadə edir. Bəli, amma digər q x-ni ifadə edir. Bu da çıxdı. Aqil. Q bir dənə q-ni ifadə eləyir. Natiq. Natiqlik yox. Bu da getdi. Sarıqda q x-ni ifadə eləyir. Yox. Sak. Qal. Q'lardan biri k-ni ifadə elədi, biri q-ni ifadə elədi. Bunu götürəcəm. Nə yazıb? Qazan. Burada q olduğu kimidir. Açıq ürəkli. Burada da q x kimidir. Yəni, verilən şərtin tələbinə görə bizdən nə tələb olunur? Bir sözdə 2 dənə q olsun, o q'lardan biri k-ni ifadə eləsin, biri də q-ni ifadə eləsin. Bu tələbə uyğun da bircə dənə ağsaqqal sözüdür bizdə. Yəni, bir söz uyğundur. Doğru cavab A variantı. Növbəti suala keçək. Bəli. Bir dənə. Bəli, bir dənədir. Bəli. Bəli, tamamilə doğrudur. Növbəti suala baxaq. Almanpərəstlik sözündə hansı samitlər işlənməyib? Müəllim, baxın, belə eləyim. Necə sual düşmədi. Yox, düşməyəcək. Almanpərəstlik sözündə, bəli. Buyurun. Bəli, gəlin yazaq tələffüzünü. Alman. Ümumiyyətlə, saitləri və samitləri tapanda yazılışa görə, üzr istəyirəm, tələffüzə görə baxmalıyıq. Ahəng qanunu, vurğunu və hecanı tapanda tələffüzə görə baxmalıyıq. Deyilik, yazılışa görə baxmalıyıq. Alman pərəstlik. Yığışdırıq. İxşdırıq nə zaman olur? Əgər biz sözdəki k-nı y kimi deyiriksə, məsələn, Alman pərəstlik, y kimi deyirik. Y kimi deyiriksə, deməli, oradakı k ixşdırıq səsini ifadə edir. Baxaq indi, deməli, işlənməyib. T səsi işlənib mi? Alman pərəstlik. Yoxdur. Biri çıxırıq. Minus qoydum 2-yə. D var. Alman pərəstlik. Bəli, D var. İşlənib. 3 N olsun. Alman pərəstlik. N işlənib. 2 Alman pərəstlik işlənməyib. Yazılışında işlənib. Amma tələffüzündə ixşdırıq da artıq minus qoyduq. L. Almanda L var. Bəli, plus qoyduq. İxşdırıq, bəli, sondakı k-nı y kimi dediyimiz üçün orada ixşdırıq səsi var. Qeyd etmişik. Deməli,
Hansı samitlər işlənmədi? Birinci və dördüncü samitlər işlənmədi. Yəni A variantı işlənmədi. Aydın oldu müəllim? Hı -hı. Dəqiqə zəng gəlir müəllim. Ya da yox açmayacaq. Aha. Hansı bənddə uyğunluq pozulub? Baxaq, A variantı. Sözdə bir kar samit vardır. Gəlin tələffüzə baxaq. Çünki samiti soruşur birdən. Bucaq, ölçən. Bir kar samit var. Baxaq. B cingiltilidir, C cingiltilidir, Ğ cingiltilidir, L cingiltilidir, Ç kardır, N cingiltilidir. Bəli, bir kar samit var. Bu doğrudur. Burada da doğru verilib. Sözün orfoqrafiyası, yəni yazılışı tələffüzü ilə eynidir. Yəni dəyişmir. Bəli, ambulans sözündə deyiliş nə yazılış dəyişmir. Bayaqkı cümlədə, bayaqkı sualda da dediyimiz kimi. Bu da doğrudur. Buradan da doğru verilib. Sözün yazılışı düzdür. Xülasə. Deməli, aha, bu da düzdür, bu da düzdür. Sözdə 2 K səsi vardır. Baxaq indi buna. Bu da doğrudur. Haqq, nahaq. Bu qılardan biri tələffüz zamanı demək ümumiyyətlə 2 dənə qıdan biri düşəcək, biri karşılık olacaq. Digər sözdə olan, yəni nahaq sözündə olan q da karşılık olacaq. Yəni 2 dənə x səsi var. Bu da doğrudur, bu da doğrudur. Y-yə baxaq. Sözdə yalnız gen saitlər var. Baxaq indi sait sözü varsa tələffüzə baxmalıyıq. Qaçmaya sözünün tələffüzü olacaq. Qaçmaya. Qaçmaya. Qaçmıyor olanda da açıq sait olan A tələffüz zamanı I-ya, yəni qapalı saitə keçəcək. Qapalı saitlər də dar saitlərdir. Gen saitlər açıq saitlərdir. Ona görə də səhv olan, yəni uyğunluq pozulan variant Y variantıdır. Yalnız gen saitlər deyil. Burada dar saitlərdə, yəni qapalı saitlərdə iştirak etmişdir gördüyümüz kimi. Sait daha doğrusu. Növbətisinə baxaq. Hı -hı. Bəli. Hı -hı. Hə, bilirəm. O o müəllim ibtidai sinif müəllimləri üçün təşkil olunub. Yəqin ki, Fidan müəllimin izahlarında o olmalı idi səhv eləmirəmsə. Bəli. O tipdə yadda saxlaya bilərsən. Amma onu necə yadda saxlayım? Məsələn, əzbərləyəndə birinci dediyimiz cingiltilidir, ikinci dediyimiz kardır. Məsələn, B, P qarşılıqla dedim. Birinci mən nəyi dedim? B-ni dedim. Deməli cingiltilidir. İkinci P-ni dedim. Yəni mən belə öyrənmişəm. Necə şeysə yadda saxlaya bilərsiniz. Elə. Növbəti suala baxaq. Sinkveyni tamamlayın. Sinkveyn yoldaşlar müəyyən ardıcıllıq deməkdir. Sinkveyndə birinci elementin özü verilir. Baxın gördüyünüz kimi element birinci addım qdır. İkinci addım həmin elementə aid, baxın sinkveynin nə olduğunu deyirəm. Birinci elementdə verilir elementin özü. İkinci ardıcıllıqda ikinci hissədə duran fikir həmin elementə aid 2 dənə fikir olmalıdır. Yəni biz ikinci hissəyə q samitinə aid 2 dənə fikir yazmalıyıq. Üçüncü hissədə həmin sözə aid, yəni q samitinə aid 3 dənə feil yazılmalıdır. Baxın, feil yazılıb. Dördüncü hissədə q samitinə aid müəyyən bir fikir yazılmalıdır, yəni bir qayda yazılmalıdır. Sonda da o q'nın nə olduğu verilməlidir. Yəni baxın görürsüz, sonda q'nın samit olduğu verilib. Dördüncüdə q'ya aid bir qayda verilib. Üçüncüdə q'ya aid 3 feil verilib. Bizdən ikinci yerə verilir ki, q'ya aid deməli 2 dənə element yazacağıq. Q cingiltilidir və samit olduğuna görə də maneəlidir. Doğru cavabımız B variantı. Bu bilmirəm nədir bunun adı. Kurikulumda iş üsullarını keçibsiz. Hə, orada məsələn bu Sinkveyn var. Yəni Sinkveyn bu formadadır orada. Keçən ildən yadımda qaldı.
Aha. Deyir mürəkkəbdir. Vurğusu ilk komponentin mən lövhə yazısını açmayacağam çünki açanda yazılar itir. Bu formada şifahi şəkildə deyib axırda variantı nişanlayacağam. Deməli neçə söz verilənlərə uyğundur? Yəni orta xüsusiyyəti istəyir bizdən. Baxın gördüyünüz kimi ortaya bir dənə sual işarəsi qoyulub. Deyir elə söz yazmalısınız ki, bura. O söz mürəkkəb söz olmalıdır və vurğusu ilk komponentin, yəni birinci sözün üzərinə düşməlidir. Ağdam sözündə vurğu hara düşür? Ağdam. Ağdam aya düşür. Deməli, vurğu ilk komponentin üstündədir və mürəkkəbdir. Ağdam sözünü götürəcəm. Ağdam sözünü götürdüm. Əlçatmaz sözündə mürəkkəbdir, bəli, əlçatmaz, amma vurğu ikinci komponentdədir. Əlçatmaz. Ona görə bunu götürməyəcəm. Qaradinməz vurğu dinməzdədir, yəni ikinci komponentdədir. Getdi. Qızılquş. Qızılquş sözünü saxlayaq bir dənə. Çünki qızılquş sözü işlənmə məqamı fərqləndikdə vurğusu fərqlənə bilər. Görək burada bu söz nədir? Xankəndi. Xankəndi vurğu sondadır. Bu da getdi. Sürsevər vurğu sondadır. Bu da getdi. Dəqiqə. Aha. Bunu gətirmək edəcəm. Ay, sağ ol. Hə. Deməli, sonra nə qaldı? Nə yazıb? Avtobioqrafiya. Avtobioqrafiya. Bu da ikincidədir. Getdi. Xilasedici getdi. Xartut birdədir. Götürəcəyik. Ağ balıq. Bu da birdədir. Götürəcəyik. Bir də müəllim, qızılquşu da götürəcəyik. Çünki qızılquş bir ehtimaldır, amma ehtimal olsa da bura variantda götürəcəyik bu. Nəyə görə? Əgər bu tipdə sual qarşınıza çıxsa, bir sözdə vurğunu həm birinci hecada, həm də ikinci hecada düşünə biləriksə, yəni ehtimal olunursa, orada variantı onu götürün. Çünki bir tərəfi belə deyək də, burdan sizdən ehtimal olunan variantı soruşmur. Deyir ki, hansı sözlərdə vurğu ilk komponentin üzərinə düşə bilər? Bu məsələn burada düşə bilər. Aydın oldu? Qızılquş sözü məsələn oyun mənasında işlənsə, qızılquş oynayırıq. Burada vurğu sondadır, amma deyirəm ki, qızıl quş. Yəni belə deyək də, quş növü olan qızıl quşda isə vurğu qızıl sözündədir. Yəni neçə dənə oldu? 2, ağdam 3, qızıl quşda da 4 dənə. Yəni doğru cavabımız B variantı. Növbəti suala baxaq. Aşağıdakı şəkilçilərdən hansı istənilən məqamda yazıldığı kimi tələffüz olunur? Baxaq. Bu sual müəyyən problemli sualdır. İndi bunun izahını verirəm. Diqqətlə baxın. Aha, bircə dəqiqə. Deməli, çıxışlı qal şəkilçisi istənilən kimi olur, dandan nandən kimi olur. İndiki zaman şəkilçisi ır, ir, bəzən yer kimi də tələffüz oluna bilər. Yiyəlik halın şəkilçisi xeyr, müəllim. Yiyəlik halın şəkilçisi im da ola bilər. Məsələn, bizim sözündə yiyəlik halın şəkilçisi olan im kimi tələffüz olunur. Və yaxud da mənim sözündə, mənim sözünün hansı halda olduğunu desəm, təbii ki, bir dənə hal deyəcəyik. O da ki, belə deyək, yiyəlik halda deyəcəyik. Demişik axı, mənim və bizim əvəzliklərindəki im hissəsi nədir? Yiyəlik halın şəkilçisi. Deməli, yiyəlik halın şəkilçisi də fərqlənə bilər. Qayıdış növün şəkilçisi fərqlənir. Çünki bəzən ıl qəbul eləyə bilər, bəzən n qəbul eləyə bilər, bəzən n qəbul eləyə bilər. Yəni fərqlənə bilər. Feildən feil düzəldən şəkilçi. Baxın, mən sizə bayaqları dedim. Əgər dırdir şəkilçisi leksik şəkilçidirsə, müəllimlər, leksik şəkilçidirsə artıq o sözün, həmin şəkilçisinin deyilişi ilə yazışı fərqlənməyəcək. Bütün məqamlarda bütöv şəkildə götürüləcək. Şayət qrammatik şəkilçi olsa, onda artıq dır şəkilçisi son samiti olan r samitini itirəcək. Aydın oldu. Burada da deyir ki, feildən, feil düzəldən. Düzəldən deyirsə, deməli burada leksikdən söhbət gedir. Çünki düzəltmək ancaq leksik şəkilçilərə xas olan xüsusiyyətdir. Ona görə də dır şəkilçisi olduğu kimi qalacaq bu məqamda. Aydın oldu. Doğru cavab Y variantıdır. Aha. Sillogizmdir. Sillogizm ən sevdiyim sual tiplərindən biridir.
Sillogizmdə bütün variantlar doğru olur. Amma biz sillogizmdə doğru variant deyil də sillogizmə görə, yəni verilən hökmlərə görə düzgün nəticə çıxartmalıyıq. Gəlin baxaq. Birinci hökm. Feillərdə inkar şəkilçisi ma vurğu qəbul etmir. İkinci hökm. Dondurma çox dadlıdır cümləsində vurğu ma şəkilçisinin üzərinə düşmüşdür. Nəticədə nə deyəcəyik? Bəli, bəli, tamam doğrudur. Baxaq gör, variant axtaraq. Variant axtaraq. Deməli, dondurma sözündəki sözü isimdir, ma inkar şəkilçisi deyil. Doğru cavabımız elə C variantı oldu. Peyman müəllim, buradasınız? Yatmayıbsınız müəllim. 18-ci suala baxaq. Hansı cümlədə vurğu səhv hecanın üzərindədir? Çıxma əməlini toplama əməli ilə əvvəl. Düzdür, burada çıxma sözü, əgər çıxma sözü, bu ifadə inkarda işlənsəydi, vurğu qəbul etməyəcəkdi. Vurğu burada olmalıydı. Ancaq bu cümlədə çıxma sözü riyazi əməl mənasında işlənir və burada belə deyək də feildən isim düzəldən şəkilçi kimi çıxış edir və vurğu qəbul edəcək. Doğrudur. Molla Nəsrəddin satirik jurnaldır. Bəli, sondadır vurğu. Doğrudur. Lirik şeirlərin, bəli, lirik şeirlərin doğrudur. Bu dərmanla bir stəkan su içmək doğrudur. Adilə əvvəllər romantik gənc qız idi. Aha, Adilə əvvəllər romantik gənc qız. Baxın, Adiləni biz əgər Adilə bir yazıçı olsaydı və o romantikliyi təbliğ edən yazıçı olsaydı, onda vurğu manın üzərində olacaqdı. Yəni o zaman biz bunu doğru götürə bilərdik hardasa. Ancaq biz burada Adilənin işinin, peşəsinin romantik yazıçısı deyil də xaraktercə romantik olduğunu ifadə edir bu cümlə bizə. Ona görə də bəli, bəli, axırı iklə qutaran sözlər vurğusu dəyişməklə mənası dəyişən sözlərdir. Əgər mən desəm ki, Adilə 19-cu əsrin görkəmli romantikidir. Burada vurğu manın üzərində olsa doğru olacaq. Amma mən deyirəm ki, Adilə çox romantik qızdır. Bu nümunədə isə Adilənin xarakterik özəlliyi idi buradakı romantik sözü. Ona görə də vurğu sonda olmalıdır, yəni tikin üzərində. Doğru cavabımız Y-dir. Vurğu bu cümlədə romantik sözündə səhv göstərilmişdir. 19-cu suala baxaq müəllimlər. Uyğunluğu müəyyən edin. A variantı. Abzas sözündə uzanan yoxdur müəllim. Deməli, abzas sözünün yazışı düzgündür, uzanmada yoxdur, uyğunluq səhvdir. Bu çıxdı. Çünki abzas sözü uzanmır. Ekvator. Deməli, ekvator uzanmır, ikinci hecadadır. Ekvatorda va uzanmalıdır, amma uzanma verməyib burada, yanlışdır. Deməli, bəzən sözü bəzən vurğu əvvəldə olmalıdır, səhvdir, ikinci heca deyib. Əgər bəzən sözü uzanırsa, bu söz uzanması ilə vurğusu eyni hecada olan sözdür. Yəni, əgər mən burada uzanma vermişəmsə, vurğu olan hecanı da 1-də verməliyəm, 2-də verməməliyəm. Çünki bu sözdə uzanma ilə vurğu eyni hecanın üzərinə düşür. D variantında ehtiyat. Deməli, bu sözdə ehtiyat sözündə 2 y yazılmalıdır. 1 y yazılmamalıdır. Tələffüzdə 1 y-yə çevriləcək. Bu da buna görə səhvdir. Y variantına baxaq. Çəkinməz sözü tələffüz olacaq çəkinməz, doğrudur. Vurğu da çəkinməz. 3-dədir. Doğrudur. Bu da doğrudur. Bu da doğrudur. Bu da doğrudur. Elə uyğun olan variantımız bizim Y variantı olacaqdır. Bir də ki, müəllimlər, tələffüz işarəsi baxın bu deyil. Texniki işarə səhvdir böyük ehtimal hər birində. Tələffüz işarəmiz bizdə budur. Yəni bu mötərizə kimi bir şey açıb burada. 20-ci suala baxaq. Toyuq anasından süd görməyib cümləsində neçə kar samit işlənmişdir? Samit adı çəkildisə, biz burada tələffüzdən danışmalıyıq. Deməli, toyuq sözünün tələffüzü olacaq. Sait gəldiyinə görə toyuq, anasından olacaq anasından,
Süd d-dan sonra deməli, yenə sayaq. D-dan sonra samit gəldiyi üçün bu süd görməyib t olmalıdır. Görməyib sözündəki b-nı p eləyə bilmərik. Baxaq indi. Neçə kar samit işlənmişdir? D, t kardır. Y cingiltilidir. X cingiltilidir. Deməli, n cingiltilidir. Z, s kardır. N cingiltilidir. Bu n da cingiltilidir. Bu n da cingiltilidir. D, t oldu. 3 dənə. C cingiltilidir, R cingiltilidir, M cingiltilidir, Y cingiltilidir. Bu B da P-yə keçmədi. Olduğu kimi qalır. Görməyib sözü yoxdur. Deməli, bu cümlədə 3 dənə nə oldu? Kar samit oldu. Bu cümlədə A variantı hardadır be? Hə, bu da A variantı. Səhvdir bu. A variantı deyir ki, kar samit işlənməyib. Əgər biz bu qaydanı, deməli, bəzi orfoqrafik qaydaları bu cümlənin üzərində tətbiq etməsəydik, hansı, məsələn, q-dan sonra sait gələndə q, ğ-ya çevrilir. Tətbiq etməsəydik, onda A variantını götürəcəkdik. Amma biz tələb olunur ki, bizdən sait və samitə dair hər hansı bir sualı yazdıqda biz məcburuq ki, tələffüzü əsas götürək orada. Yəni, variantları tələffüzə görə təyin edək. 21-ci sual. Ağacmışarlayan sözünün tələffüzü olacaq. Ağacmışarlayan. Tələffüzünü yazaq. Xeyr, müəllim. Bir tərəfi feili sifət, bir tərəfi isim olan, belə deyək də, sözün birləşməsindən yaranır. Ağacmışarlayan. BDG-cdən sonra samit gələndə fərq olacaqdır çünki. Mi, şar, r, y, an, mişarlayan. Baxaq, deyil, yanlışı soruşur bizdən. Deyilişi və yazısı arasında 3 fərqli məqam vardır. Bu doğrudur, bizdən yanlışı soruşur. Bir dilönü dar, bir dilönü dar. Dilönü incə saitlərdir, dar da qapalı saitdir. Elə incə eyni zamanda qapalı sait işlənsin. Bəli, i saiti. Bir incə dilönü dar sait, bir dil arxası dar sait var. Bəli, I da dil arxası, yəni qalın dar saitdir, qapalı saitdir. Doğrudur. Cingiltili samitlər deyə baxaq. Eyni cinsi samit qoşalğı var. Bəli, eyni cinsi samit qoşalğıdır, qoşar r-lardır. Vurğu ikinci komponentin üzərindədir. Vurğunu biz bura baxaraq tapmalıyıq. Ağac mişarlayan. Bəli, vurğu burada mişarlamaq sözünün ən sonundadır. Yəni, qısacası ikinci komponentin, yəni ikinci sözün üzərindədir. Doğru cavab C variantı, yəni yanlış olan cavabdır. Cingiltili samitlər kar samitlərdən 2 dəfə çoxdur. Gəlin baxaq. Cingiltili samitlər. Əvvəlcə cingiltili samitləri yazaq. Ğ cingiltilidir. Bir də buradan kar yazaq. Ğ cingiltilidir, ç kardır. M cingiltilidir, ş kardır. R-lar cingiltilidir. Y da cingiltilidir. N da cingiltilidir. Burada cəmsi 2 dənə kar var. 1, 2, 3, 4, 5, 6, 2. Xeyr, 2 dəfə çox deyil. 2 dəfə dedikdə vurma nəzərdə tutulur. Cingilti samitlər kar samitlərdən 2 dəfə çox deyil. Bəli, 4 dənə olmalı. Burada isə 6 dənədir. Ona görə doğru cavab C variantıdır. İyirmi ikinci suala baxaq. Çox deyil, müəllim. Deməli, 141 sualdır. İşimiz var, yoxsa? Verilmiş cümlələrdə fərqləndirilmiş sözlərlə bağlı doğru fikirləri seçin. Bizdən tələb olunur doğru fikirlər. Görək bunun ardı hardadır? Qoy baxım. Hı. 22-ci sual. Verilmiş sözlər fərqləndirmişsən doğru fikir. Aha, doğrular soruşur. Artırma olduğu kimi, hə, 1-2-yə uyğun olanları seçəcəyik. Bəli.
Artırma olduğu kimi artırma olduğu kimi söyləm. Nökər artırma qapısını açıb. Bəli, burada artmaq sözün kökü, artırmaq, leksik, ma qrammatik də inkardır. Çünki nökər artırma qapısı. Sözün kökü artmaq, artırmaq, artırma da burada isim düzəldən şəkilcidir. Baxaq indi. Yazışı ilə dəyişib fərqlənir. Heç birisinin yazışı ilə dəyişib fərqlənmir. Ona görə A çıxdı, heç birisinə aid deyil. Hər ikisində vurğu son hecaya düşür. Artırma səhvdir, mahv şəkilçi, çünki vurğu qəbul edə bilmir. B çıxdı. Vurğuları fərqli hecadadır. Bəli, fərqli hecadadır. C-ni götürəcəm. Birində ma inkar olduğu üçün bu cümlədə deməli artırma ırın üzərinə düşəcək. Yəni ikinci hecanın üzərinə düşəcək. Nökər artırma qapısını açıb. Burada isə ma leksik şəkilçidir və vurğunu öz üzərinə götürəcək. Yəni üçüncü hecadadır, fərqli hecadadır. C. Mənalılar da nitq hissələri də fərqlidir. Bəli, biri isimdir, biri feildir. Biri inkar mənasında artırmaqdır, artırmamaqdır. Digərində isə artırma, yəni evə başqa bir yenidən ev calamaqdır. Yəni artırma buna deyirlər. Yəni mənaları da nitq hissələri də fərqlidir. C, D, başqa yoxdur ki? Yoxdur. C, D bizim variantımızdır müəllimlər. Görək CD varmı? Aha, bəli. CD var, C variantı. Baxaq, dərinlik ölçən sözünün fonetik xüsusiyyətlərində neçə fikir doğrudur? Gəlin tələffüzünü yazaq. Dərinlik sait olduğuna görə ölçən sözü olacaq nə? Dərinlik ölçən. Dərinlik ölçən. Doğru fikir. Yazılışı və tələffüzü arasında iki fərqli məqam var. Baxaq bir dənə. Dərinlik ölçən. L, n oldu, ç, y oldu. Всё. İki dənə burada iki fərqli məqam var. Biri götürəcəyik, yəni birinci ifadəni. Sözdə y samitinin çar qarşılığı ifştrix işlənmişdir. Xeyr, burada ifştrix deyil, y-nın elə özü işlənmiş. Çünki özündən sonra samit gəlib, sait gəlib daha doğrusu. Ona görə bu səhvdir. Bir sait uzun tələffüz olunur. Dərinliyi ölçən. Burada uzun tələffüz olunan sait yoxdur. Bu da səhvdir, bu da səhvdir. Dərinli yox. Hecalara ayrılma səhvdir. Çünki bu ç bunun tərkibində olmalıdır. Yanlışdır. Vurğu son hecaya düşür. Dərinliyi ölçən doğrudur. Bir kar samit işləyib, gəlin baxaq. D cingiltilidir, r cingiltilidir, n-lar cingiltilidir, y cingiltilidir, l cingiltilidir, n cingiltilidir, ç kardır. Ona görə bir kar samit işlənib doğrudur. Neçə plusumuz oldu? 1, 2, 3. Deməli, 3 fikrimiz dərinlik ölçən sözü ilə bağlı doğru fikirlərdir. Doğru cavabımız 23-də B variantı olacaqdır müəllimlər. 24-cü suala baxaq. Hansı sözdə kar cingiltili samit cütlüyü yoxdur? Gəlin baxaq. Kəskin sözü olacaq kəskin. C da işlənib, onun qarşılığı olan ç da işlənib. Burada cütlük var. Getdi. Baxaq indi. Kilidlənmə. Gəlin tələffüzünü yazaq. Kilit. Dəmi? Bax görsün, deməli, D, T oldu, L da D oldu. Kar cingilti samit cütlüyü var. Galaktika. K da işlənib, Q da işlənib. Qarşılıqda var, cütlüydür. Sakit. Dik. Sakit olduğu kimidir. L artıq D-ya keçdi. Deməli, D ilə də T qarşılıq cütlük olduğuna görə burada da işlənib. Əfv etmədə isə doğru, belə deyək də, kar cingilti samit cütlüyü işlənməmişdir müəllimlər. Doğru cavabımız C variantı oldu. 25-ci sualına davam edək. Fərqləndirilmiş sözlə bağlı səhv fikirləri müəyyən edin. Gəlin edək. Ürəklisən, varsan, 70 dərdə davasan. O yerdə ki varsan, qada balanı qovarsan. Bax, o baboşun şeyini oxşadı. Deyir, üzərliksən, davasan, 1001 dərdə davasan.
Səsləndirilmiş sözlə bağlı səhv fikirləri seçin. Gəlin seçək. Düzərriksən tələffüzünü yazaq burdan müəllimlər. Üzərriksən. İki məqamda səs dəyişməsi var. Üzərrik, l oldu, səs dəyişdi. İştirik oldu, səs dəyişdi, qurtardı getdi. İki məqamda səs dəyişməsi var, doğrudur. Bizdən səhv fikirləri soruşur. Eyni samit qoşalğı var. Üzərriksən, bəli, gördüyümüz kimi eyni samit qoşalğı var. B də doğrudur. Bir açıq, üç qapalı heca var. Bu qalsın. Ahəng qanununa tabedir, vurğu üçüncü hecadadır. Bura baxmalıyıq. Ü, ə, i, bəli, tabedir. Üzərriksən. Deməli, səhv cavabımız budur. Vurğu qəbul etməyən şəkilçi işlənməmişdir. Sansən şəxs şəkilçidir və şəxs şəkilçiləri vurğu qəbul etmir. Bu da getdi. Doğru cavabımız D variantı oldu. Çünki ahəng qanununa tabedir, bəli, amma vurğu üçüncü hecada deyil, ikinci hecada. Bir dəqiqə. Yox, ahəng qanununa tabedir. Tabedir. Vurğu üçüncü hecadadır. Mən ü-nü görmürəm burada. Üzərriksən, bəli. Likin üzərindədir vurğu və lik də üçüncü hecadır. Doğrudur. Mən C-ni saxlayıram, D-ni vururam. Həm də ağla bax da. D də doğrudur getdi. Düzgün cavabımız C variantıdır. C variantının deyir ki, bir açıq, üç qapalı heca vardır. Xeyr. Buradakilərin hər birisi açıq hecadır. 26-cı sual. Cədvələ əsasən sual işarəsinin yerinə hansı fikir yazılmalıdır? Gəlin baxaq. Alnı açıq olacaq, x-ya çevriləcək. Sözün son samiti kar tələffüz olunur. Bəli. Alnı açıq insan. Burada d səhv gəlib müəllimlər. Alnı açıq insan. Burada insan sözü saitlə gəldiyinə görə bu q-ya çevriləcək artıq. Birləşməsində isə cingiltili tələffüz olunur. Bu da düzdür. Düzlə deməli davam elətdirməliyik. Saitlərlə samitlərin sayı bərabərdir. Gəlin baxaq. Deməli 1, 2, 3, 4 dənə sait var. 1, 2, 3, 4 dənə samit var. Bu doğrudur. Bir dəqiqə. 1, 2, 3, 4, 1, 2, 3, 4. Aha. Bir dəqiqə. Yerində hansı fikir yazılmalıdır? Elə A-dır cavabımız, amma qoy o birislərinə də baxım. Sözdə yalnız səs dəyişməsi var. Alnı açıq. Bəli, səs dəyişməsi var. Bu da qalsın. Sözlərdən hamısı dodaqlanmayan dar saitlərdir. Saitlərin hamısı dodaqlanmayan dar saitlərdir. Xeyr, I da var burada. C çıxdı. Vurğu birinci komponentdədir. Alnı açıq. Xeyr, ikinci komponentdədir. C-də qaldı. Birinci komponentin üzərindədir. Yəni səhv də bu D-dir. D-də getdi. Tərkibindəki sözlərdən birinin ayrılıqda sətirdən sətrə keçmək olmur. Alnı, aç, müləqayət də keçmək olur. A, B. Saitlərlə samitlərin sayı bərabərdir. Sözdə yalnız səs dəyişməsi var. Müəllimlər, A ilə B doğru cavabdır. Saitlərlə samitlərin sayı bərabərdir. Biz verilənə görə təhlil aparmalıyıq. Verilənə görə də bəli, 4 dənə sait, 4 dənə samit var. Sözdə yalnız səs dəyişməsi var. Bəli, səs dəyişməsi var. Çünki q saiti x-ya keçib. Başqa səs artımı, səs düşümü filan yoxdur. Deyə bilərsiniz ki, ay müəllim, axı alın sözündə l-dan sonra ı var. O necə? Biz o sözün müstəqil formada işləmə versiyasıdır. Biz özümüzdən nəyisə qeyd eləməməliyik. Yazılana görə təhlil aparmalıyıq. Yazılan da bu formada yazılır. Ona görə AB doğru cavabımızdır. 27-ci suala baxaq. Saatlarla sözünün tələffüzü olacaq. Saatlarla A da düşəcək biri. İslanmaq. Tələffüzü belə olacaq. İslanmaq. Tələffüzü belə olacaq.
Baxaq indi. Sözdə yalnız keyfiyyət dəyişikliyi var. Bəli, 2-yə A aiddir. Çünki keyfiyyət dəyişikliyi biz bilirik ki, sözdə bir hərfin başqa səsə çevrilməsidir. Deməli, kəmiyyət fərqi dedikdə isə say fərqidir. Yəni sözə səsin əlavə olunmağı və yaxud da sözdən hər hansı bir səsin düşməyidir. Burada deyir ki, yalnız keyfiyyət dəyişikliyi var. 2-də heç bir səs artıb eləməyib, düşmək də yoxdur. Amma dəyişim var. Deməli 2-yə A-dır. Eyni cinsi samit qoşalığı var. Saat, saat, dar, nan. Deməli, saatlarla. Burada samit qoşalığı yoxdur, amma eyni cinsi samit qoşalığı burada var, m-lar. Deməli, 2-yə həm də B. Eyni cinsi sait qoşalığı var. İslanmaq. Bu heç birisinə aid deyil. Çünki saatlarla sözündə qoşa saitlərdən biri tələffüz zamanı düşür. Keçək o birisinə. Deməli, 2-yə AB oldu. Hələ ki 2-yə tapmışıq bir dənə. Bir dəqiqə, bu açıq sual deyil. Nəyi soruşur burada? Mən deyə bilirəm açıq sualdır. Hə, orta xüsusiyyəti soruşur burada. Hə. Buradan belə şey qoymayıblar, ona görə mən elə bilirəm açıq sual. Sözdə yalnız keyfiyyət dəyişikliyi var. Xeyr, birində keyfiyyət, birində kəmiyyətdir. Eyni cinsi qoşu samit qoşalığı var. Birində var, digərində yoxdur. Eyni cinsi sait qoşalığı var. Heç birisində yoxdur. Sonra digərinə baxaq. Səs düşümü, səs artımı, həm də səs dəyişmə. Charge İngilizce samit cütlüyü işlənib. Görək varmı burada? Charge İngilizce samit düşdü. Saat, darla. Bəli, charge İngilizce samit var. İslanmaq. Baxaq. Deməli. Hanı bunu? İslanmaq. Sait qoşalığı, charge İngilizce samit qoşalığı varmı? Görək. Deməli, z-nın qarşılığı z-dır, yoxdur. D-nın qarşılığı t-dır, yoxdur. M-ların qarşılığı yoxdur. Q-nın da qarşılığı Ğ-nın da qarşılığı x-dır, yoxdur. Deməli, Y variantı da yanlış fikirdir. Doğru cavabımız olacaq D variantı. Çünki bu sözlərdə həm kəmiyyət, həm keyfiyyət dəyişimi olduğuna görə deyəcəyik həm də səs düşümü, həm səs artımı, həm də səs dəyişməsi vardır. Doğru cavab D variantı. 28-ci suala baxaq. 30 eləyək, mənim saxlayaq. Mən çünki dərsə getməliyəm. Dediyim malum məsələdir. Uyğunsuzluğu müəyyən edin. Amma axşam da davamını eləyəcəm. Onu sizə xəbər eləyəcəm. Axşam da ardını işləyərik. Uyğunsuzluğu müəyyən edin. Şəkilçi mə. Vurğu qəbul edir. Vurğu qəbul edir deyəndə, yəni müəmmə leksik olsun. Gəlmə oğlan. Bəli. Burada doğrudur. Amma əgər mədən sonra vergül qoyursa, deməli orada gəlmə sözü inkardadır və vurğu qəbul etməyəcək. Baxın, burada olduğu kimi. Gəlmə, oğlan, gəlmə. Burada artıq müəmmə inkardır və vurğu qəbul etmir. Uyğunsuzluğu istəyir bizdən. Bu uyğundur. Deməli, birinci fikirdə uyğundur, ikinci fikirdə uyğundur. 1 ilə 2 çıxırıq. 1 çıxdı, 2 çıxdı, 1 çıxdı. O birislərinə baxaq. Larlər, taxta oyuncaqlar. Bəli, vurğu qəbul etdi. Kitab aldılar. Bu da vurğu qəbul eləyir. Baxaq indi. Yox, bir dəqiqə. Aldılar. Yox. Burada dörddə vurğu bəli, eləmir. Çünki onlar aldılar. Larilər şəkilçisi şəxs şəkilçisi kimi işləndikdə vurğu qəbul eləmir. Tamamilə doğrudur. Ona görə 4-ü götürəcəyik. Dır şəkilçisində uzun yoldur. Bəli, yoldur. Qəbul edir fikri. Burada yazıb vurğu qəbul edir. Burada isə yoldur sözündə dır, durdur şəkilçisi, şəxs şəkilçisi olduğuna görə vurğu qəbul etməyəcək. Yəni yanlış yerdə işlənir. Vurğu burdadır. Uzun yoldur. Yoldur. Vurğu burdadır. 5 uyğunsuzdur. Oxumağı sevdir. Burada isə dir vurğu qəbul edir, amma etməyənin altındadır. Deməli burada da uyğunsuzdur. 4, 5, 6. D variantı doğru cavabımız olacaq. Deyir, vurğu qəbul etmir. Bircə dəqiqə bu qələmi açın.
Axı müəllim dedi axı, kitab aldılar ifadəsində vurğu qəbul elədi axı. Elədi, qəbul etməyin altında verilib. Elə eyni bunun kimi. Ona görə vurğu belə deyək, yanlış yerdə verilib. D variantı. 29-cu suala baxaq. Boş xanaya hansı söz yazıla bilməz? Tələffüzündə iki fərqli məqam var. Sözdə uzun tələffüz oluna bilməyən sait işlənib, ahəng qanununa tabedir. Baxaq. Gözümü bu dəyir, elə ürəklə başlayaq. Görək nə gedəcək başımıza. Ürəklə sözünün tələffüzü olacaq ürəklə. Tələffüzü bu oldu. Gəlin baxaq. Tələffüzündə iki fərqli məqam var. Ürəklə üç fərqli məqamdır. Deməli, buna görə yazıla bilmədi. Hələ ki, doğru gedirik. Sözdə uzun tələffüz oluna bilməyən sait işlənib. I və Ü saitlərdən birini deyir. Ü işlənib. Doğrudur. Burada yazıla bilmir. Ahəng qanuna tabedir. Baxaq. Hansı söz yazıla bilməz? Burada tabedir. Yəni, D uyğundur bura. Amma digərlərinə uyğun olduğuna görə bu sual işarəsinin yerinə yazıla bilməz bu. Elə D olacaq variantımız. Digərlərinə baxaq. Cavanlıq sözü olacaq. Cavanlıq. İki fərqli məqam var. Cavanlıq, bəli, birə uyğundur. Uzun tələffüz oluna bilməyən sait işlənib. Cavanlıq düzdür. Ahəng qanuna tabedir. A düzdür. Üçü də düzdür. Üçü də yazıla bilər. Dadlıdır sözündə. Dadlıdır. İki fərqli məqam var. Dadlıdır. Üç fərqli məqamdır burada. Uzun tələffüz oluna bilməyən sait işlənib, bəli. Ahəng qanuna tabedir, bəli. Burada üç oxşar xüsusi. Üç dənədən ikisi uyğundur. Ona görə B variantında üç dənədən ikisi uyğundur. D variantında isə üç dənədən deməli biri uyğundur. Ona görə də ən yazıla bilməyən variant D variantıdır. Aydınlıq sözündə də sözün tələffüzü olacaq. Aydınlıq. İki fərqli məqamdır, düzdür. Uzun tələffüz oluna bilməyən sait var. I düzdür. Ahəngə tabedir. I düzdür. Ümidli sözündə sözün tələffüzü ümiddir. İki fərqli məqam var. Ümiddir, bəli. D oldu. L da D olacaq. Sözdə uzun tələffüz oluna bilməyən sait işlənib. Bəli, Ü də, İ də işlənib. Ahəng qanuna tabedir. Bəli, tabedir. Bu da yazıla bilər. Amma ən yazıla bilməyən variant D variantıdır, müəllimlər. 30-cu və sonuncu suala gedək. Nümunədə fərqləndirilmiş sözlərə aid xüsusiyyət kimi verilə bilməz. Dilimizdə alınma sözlər çoxdur. Alınma sözlər. Burada ma leksik şəkilçidir. Alınma. Sən hər ötənin sözünə alınma. Burada da ma inkardır. Deməli, birinci nümunədə ma üzr istəyirəm, leksikdir. Alınma sözlər. İkinci nümunədə isə alınma. Burada isə qrammatikdir. Hər ikisinin tələffüzü verilə bilməz. Tələffüzü eynidir. Bəli, alınma da, alınma da tələffüzü deməli verilə bilməz deyirsə, bəli, eynidir fikri yanlışdır. Çünki əgər bir sözdə müəllimlər vurğu dəyişirsə, söz eyni şəkilçi ilə sözdə belə deyək də amonim şəkilçi varsa, mamə biz bilirik ki, amonim şəkilçidir. Bir leksik şəkilçi olaraq, bir də ki, inkar şəkilçi olaraq amonimdir. Və eyni zamanda bu şəkilçilər sözlərdə işlənəndə onların tələffüzləri fərqli olur. Çünki vurğusu fərqli hecada olan sözlər olur artıq. Əgər bir sözdə vurğu fərqli hecalardadırsa, deməli o sözlərin artıq tələffüzü fərqlidir. Eyni deməyimiz yanlış olacaq. Elə yanlış cavab A variantıdır. B-yə baxaq. Vurğuları fərqli hecadadır. Bəli, alınma, burada alınma sözlər burada sondadır. Alınma sən hər ötənin sözünə. Burada isə sondadır. Doğrudur. Hər ikisində vurğu sözün kökünün üzərində düşməyib. Burada vurğu sona düşdüyünə görə kökə düşməyib, amma alınma. Burada isə ikincidə isə son şəkilçi olan mamə şəkilçisi, belə deyək də, vurğu qəbul etmədiyinə görə artıq kökə gəlir vurğu, alınmaq sözünə kök düşür. D. Mənaları fərqlidir. O, bəli, birində bir şeyin
yerli deyildə alınma olmağından söhbət gedir. Digərində isə alınma, sən inciməməkdən söhbət gedir. Bu da getdi fərqli mənaları fərqlidirsə, nitq hissələri də fərqlidir. Birində necə sözlər alınma sözlər sifətdir, digərində isə alınma feildir. Aydın oldu müəllimlər?